Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox ləzzətli, gözəl bir meyvədən mürəbbə hazırlayacağam. Yəqin ki, bu itburnu meyvəsini hər kəs tanıyır. Faydalarını saymaqla bitməz. Elə isə keçək hazırlanma qaydasına. Mürəbbəni hazırlamaq üçün bizə yeni dərilmiş, yəni təzə, bərk, böyük itburunlar lazım olacaqdır. Bizim bölgədə həmərsin də deyilir buna. Biz həmərsin adlandırırıq. Həmərsinləri əvvəlcə yumadan bu şəkildə hər iki tərəfini təmizləyirik. Yəni başında olan o gül hissəsini və arxasında olan çöp hissəsini kəsib atırıq. Mürəbbəlik həmərsin seçərkən çalışın həm böyük olsun, həm də bəlk belə ətli deyilir də, ətli itburnular götürün. İtburnunun içərisindən bizə lazım olan, yəni böyük, gördüyünüz kimi, yəni böyüyünü, bir də ki, ətlisini seçib götürmüşük. İndi isə biz bunu içərisini təmizləyirik. Əvvəlcə ikiyə bölürük. Siz ikiyə bölməyə də bilərsiniz. Mən bundan əvvəl, düzdür onun videosu yoxdur. Əvvəl yarıya qədər bölüb, içərisini təmizləyib, içərisinə qoz da qoyub pişirmək olar. Onu da etmişəm. İnşallah bir gün onun videosunu da çəkəcəm. İkiyə böldükdən sonra içərisində olan bu tükləri və tumlarını ya qaşığın köməkliyi ilə, ya da pendir bıçağının köməkliyi ilə belə qaşıyıb çıxardırıq. Biz bunun içərisini çıxardarkən görürsünüz çox çətinliklə çıxır. Yəni onun içərisinin tumunu, tükünü təmizləməliyik ki, mürəbbəmiz gözəl alınsın. Ona görə də sağlam, yəni iri ətlisin seçib götürmək lazımdır. Meyvələr bərk yeni olduğu üçün belə çıxardanda əzilmir. Ən asandır belə bıçağın, yəni pendir bıçağının köməkliyi ilə, ya da belə bir kafeyni qaşığın arxa hissəsinin köməkliyi ilə içini oyub çıxardırıq. Mütləq bu itburnunu təmizləyəndə əlinizə əlcək geyinin, çünki bunun tük hissəsi əlimizi dalayır və nə qədər yusaq da yandırır. İnsanın əlini çox bir şəkildə yəni dalayır. Ona görə də mütləq əlcəkdən istifadə edin hazırlayarkən. Biraz əziyyətlidir, çünki kiçik meyvədir. İçərisini bu şəkildə təmizləyərkən biraz əziyyət çəkirsiniz. Ancaq sonda çox ləzzətli, çox gözəl mürəbbə əldə olunur. Həm dadlıdır, həm də faydalıdır. Artıq 3 kiloqram meyvənin içərisini oyub çıxartmışam, hazırdır. İndi isə bu meyvəni yumaq lazımdır. İçərisini təmizlədiyim həmərsinləri yuyuram. Axar suyun altında 6-7 dəfə tez-tez suyunu dəyişərək, yəni bunları belə silkələyərək yuyuram ki, içərisində qalan tüklər də hamısı çıxsın. Ona görə də belə aşsüzən qoyun ləyənin içərisinə, o şəkildə, bu şəkildə, yəni aşsüzən ləyənin içərisinə belə batsın ki, suyun içərisində olsun. Bu şəkildə tərtəmiz suyu çıxana qədər yuyun. Aşsüzənin altını tez-tez qaldırın. Yəni suyu boşaltdıqca görəcəksiniz ki, su tam şəffaf olana qədər yumaq lazımdır. Görürsünüz, hələ də təmiz deyil. Ona görə də təmiz suyu çıxana qədər yuyuram. Artıq yumuşam, itburnular hazırdır. İndi isə şirəsini hazırlayıram. İtburnu bilirsiniz ki, heç bir içərisində yəni suyu olmadığı üçün, yəni bərk meyvəsindən götürmüşük. Bu yetişəndə məti çox gözəl olur, amma biz bərk, yəni tam yetişməmiş meyvədən istifadə etdiyimiz üçün bunun heç bir yəni şirəsi yoxdur. Əvvəlcə ləyənə su əlavə edirəm. Hər kiloya görə 3 stəkan, yəni 1 kiloya 3 stəkan su əlavə edirəm. Hər kiloya kiloda şəkər tozu əlavə edirəm. Daha sonra şirə hazırlayıram. Yuyub hazırladığım
yəni tərtəmiz suyu çıxana qədər yuduğum bu itburnuları şirənin içərisinə töküb qaynadıram. Əvvəlcə biraz orta ateşdə qaynadıram. Belə qaynara düşdükdən sonra gür ateşdə bişirirəm. Mürəbbələr gür ateşdə bişəndə çox gözəl olur. Həm rəngi gözəl olur, həm də dadı. Mürəbbənin üzərinə kəf çıxdıqca yığıram. Bu mürəbbənin çox elə kəfi olmur. Sadəcə belə bir rəngdə xırda kəflər çıxır üzərinə. Onu da yığıb, qaşıqla yığıb götürürəm. Mürəbbəyə su çox əlavə etdiyimizə görə tam qaynayıb şiriyə düşənə qədər bişirmək lazımdır. Çox faydalı, çox xeyirli bir meyvədir. Düzdür, çox əziyyətlə hazırlanır, amma çox ləzzətli bir mürəbbəsi, yəni soku da, mürəbbəsi də olur. Sokunun hazırlanma qaydası da kanalımda var. Arzu edən girib baxa bilər. Belə bişib qaynadıqca üzərinə çıxan kəfin hamısını ehmalca, yəni şirəsini yox, kəfini çıxardıb, yəni götürürəm. Artıq baxın, mürəbbənin rəngindən də bişdiyi artıq məlumdur. Belə şirəsindən götürüb təmiz düz boşqaba qoyuram və içərisinə süzürəm. Görürsünüz necə süzülür? Demək ki, mürəbbəmiz hazırdır. Mürəbbəni odun üzərindən götürürəm. Bir də bişib-bişməməsini bilmək üçün belə şirənin içərisindən xətt çəkin. Əgər şirə birləşmirsə, demək ki, mürəbbə hazırdır. Bir üsulda deyim, mürəbbənin bax buradan bir damcı götürürsünüz, dırnağınızın, baş barmağınızın üzərinə qoyursunuz, daha sonra tərs çevirirsiniz. Əgər şirə düşmürsə, demək ki, sizin mürəbbəniz hazırdır. Sonda dadı rəngindən, rəngi dadından gözəl olan belə bir itburnu mürəbbəmiz hazır oldu. Sizlər də hazırlayın, dadın. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Hələlik.